İş var qardaş, getsin işləsinlər, işi var burada. Gedib işləyər də. O canında qorxu olan olacaq. Mən ancaq fakt o vəziyyətdəyəm ki, mən bu dəqiqə danışıram. İstəyən adımı da deyim, familiyamı da deyim, nə qorxum, çəkim də yox. Çağırsın da gəlsin mənim bir dənə hökumətin bir dənə nümayəndəsi gəlsin mənimlə maraqlansın ki, qardaş, nə üçün bu vəziyyət? Sosial yardıma dedilər, müraciət elə. Getdim, müraciət elədim, qardaş deyir, uyğunsuzluqdur. Ha, nəyin uyğunsuzluğudur? Ünvanı düz göstərməmişsin. Abi sən ha vaxt gəldin, mən sənə ünvanı düz göstərmədim. Hökumətdə nə yazılıb, onu da göstərmişəm. Nə üçün deyirsən ki, uyğunsuzluqdur? Niyə? Ona görə ki, mən onun cibinə heç olmasa bir 40-50 manat qoysaydım, elə uyğun gələcəkdi, kefin istəyən kimi. Pul vermədimsə, demək nəysə uyğunsuz gəlməlidir. Azərbaycanda bu dəqiqə sosial yardımda işləyənlər qari işçilərindən heç fərqləri yoxdur. Yəqin ki, oranın qayını qutaranlar gedib orada işləyir. Maşında nə cür lazımdır sənin üçün bir dəqiqədə çepiyini tapsınlar, göstərsinlər. Düzdür qardaş? Maşın elədir də. Bu dəqiqə səndə də sosial yardımı düzəltmək istə, sənə bir dənə çepiyə tutsunlar, ərlər o şeyi vermək istəmirlər sənə. Çepiyə tutsunlar, səni kənarlaşdırsınlar. Vermirlər. Azərbaycanda sosial yardımı fakt vermirlər. Və alanlar da qardaş, mən bilmirəm, nə yolla alırlar, nə tər alırlar bilmirəm. Nə tər alırlar onu mən bilənmirəm. 1 milyon insan varsa, onun yalan olmasın əgər 800 minini iş deyirsə, nə deyirsən deyirəm. 200 min işləyir, o 800 mini də ondan alır, bir-birindən. Cəmaat bir-birindən dolanır, dövlətdən dolanan yoxdur. Cəmaat bir-birindən dolanır, fakt. Dövlətdən hansısa bir yardım gələ, bir şeyləyə, xeyri yoxdur ki. Yoxdur, fakt. Burada dayananların əksəriyyətinin biri deyə bilməz ki, mən dövlətdən falan qədər 1 manat yardım aldım. Heç bir nə yardım, nə filan, ondan aldım. Bugünə kimi bir aşağı təbəqənin istədiyi nəysə olub, yox. Ancaq elə onların istədiyi olub. Onun istədiyi də milləti bugünə qoymaqdır, elə düşüb də bu millət bugünə. Qaldı ki, qorxmağa heç kim qorxmur ya burada. Cəmaat düşür, daha onsuz da canından bezir. Canından həqiqətən də bezir, ha. O vəziyyətə gəlib çıxıb ki, mən bunu nəsə danışacağım ki, kimsə gedib bunu harsısa göstərəcək, mənim başıma ağrılacaqlar, yox. Ondan keçib. Hətta o vəziyyətdə də daha fikirləşsən ki, uzağı ölümdür. Daha bundan müayinə yoxdur. Ev yox, eşik yox, düzağılı maaş yox, iş yox. Ümumiyyətlə, yaşayış yox. Yaşayış deyilən şey Azərbaycanda yox səviyyəsində.